Ustad oturanda söz tac olurdu. Hər kəlməsində bir güc, bir nur dolurdu. Əli qələmlə, könlü hikmətlə dolu, öyrətdiyi yoldu, özü yox olub. Ustad deyə-deyə keçdi illərdən, qalan bir iz oldu könül dillərdən. Hər dərs bir toxum, hər baxış çiçək, ustadın kölgəsi hələ də gerçək. Allah ustadlara rəhmət eləsin, məkanları cənnət olsun deyirik. Bugün təzə bir mövzuya giriş eləyirik. İnanırsınız, dostlar da mənə dedi, bir-iki gün olar, dedilər ki, qardaş, belə-belə, biz anket düzəldək, anket deyirlər də ona şey verməyə. Anket eləyək, gəlin siz bir neçə mövzular deyin, biz də orada qeyd eləyək, o anketin sonucuna görə də siz gələn mövzu o haqda danışın. Elə bil ki, siz izləyicilərimizi fikirləşib, sizdən gələn rəylərə görə biz dərsimizin mövzusunu seçəcəyik. Nə yaza bilərik? Mənə dedilər, əlinizdə nə var material? Dedim, valla bu dəqiqə mən danışa biləcəyim 2-3 günə dərsin vaxtında Sühreverdinin həyatını danışa bilərəm. Bilirsiniz də, filosoflardan olub, dahi filosoflardan biri olub. Allah rəhmət eləsin, böyük şəxsiyyət olub. Şəhabəddin Yəhya Sühreverdi, belə. Bir də dedim, ustadın həyat yolu. Belə bir mövzum da var, silsiləvari çıxış. Ondan sonra ustadı adi insanlardan ayıran cəhətlər idi. Bir digər. Məsələn, keçən veriş nədən danışdıq biz? Ustadları adi cəhətlərdən ayıran. Adi insanlardan ayıran cəhətlərdən danışmışdıq. İndi də deyirsiniz, anketə görə, o seçim sonuçlarına görə, belə deyək, necə? Sühreverdinin həyatı seçilib. İzləyicilərimizdən mesajlar gəlib. Hətta onları da oxusanız mən sevinərdim. Qardaş, o yorumları anketin altında bilmirəm, varmı? Tezliklə gözləyirəm yeni bölümü. Tez paylaşın, xahiş. Əziz ustadım, Şahin müəllim, sənə nə desəm, bir canla başla öyrənməyə hazırıq. Allah səni qorusun. Sağ olun. Kifayət yəqin. Kifayət deyil. Mən də minnətdaram əziz və dəyərli izləyicilərimə. Həqiqətən, əgər ki bizi izləyib, bizi dinləyib, bizə dəyər verirsinizsə belə, həqiqətən bu bizlər üçün böyük, həqiqətən bax, bu bizlər üçün çox böyük bir qürur hissidir ki, əgər ki biz sizə bir şey verə biliriksə, bu bizlər üçün çox xeyirdir, çox lazımlıdır. Ona görə də bizim də hər zaman dediyimiz nədir ki, sizlər üçün çalışacaq, sizlər üçün əlimizdən gələni hər daim edəcəyik. Çünki bizim də öz öyrəndiyimizə görə, öz bildiyimizə görə hər zaman istəyirik ki, yaxşı olsun, sizlərə bir xeyrimiz toxunsun. Ona görə keçək mövzumuza. İnşallah ki, siz də sağ olun, dinləyirsiniz, oturursunuz. Sağ olun, minnətdaram. Hər biriniz bizim üçün əzizsiniz. Ekran qarşısında olan izləyicilərimiz də sizdə dəyər verirsiniz, izləyirsiniz, dinləyirsiniz, öyrənirsiniz. Bu bizim üçün həqiqətən də gözəldir. Girişi verirəm. Sühreverdi, Şəhabəddin Yəhya Sühreverdi. Deyirlər, hər böyük düşüncə bir ağrının, bir susqunluğun və bir axtarışın nəticəsidir. Və bugünkü verilişimizdə, baxın, bugünkü dərsimizdə məhz belə bir axtarış adamı olan, İşrak fəlsəfəsinin banisi Şəhabəddin Yəhya Sühreverdidən danışacaq. O təkcə filosof deyildi. O nurun dili ilə danışan, sükutun fəlsəfəsini yazıya çevirən bir ruhi yolçu idi. Sühreverdi ilə, məsəl üçün, İbn Sinanın və yaxud da Fərabinin, digər alimlərin düşüncəsi, dünya görüşü bir qədər fərqli idi, bir qədər fərqlər var idi. Ona görə də hər bir zaman Sühreverdi kimi böyük şəxsiyyətlərdən biz öyrənəcəyik lazım olan şeyləri.
hər zaman Sührəverdi kimi alimlərin düşüncələri fərqli olur, amma onlar elə bir böyük şəxsiyyətlər olurlar ki, bir müddətdən sonra artıq o gözü götürməyənlər olur, bəllidir, qurbana çevrilirlər. Çünki onların fikirlərinlə müasir dönəmdə razılaşmayan bir çox şəxsiyyətlər olur. İlk öncə Sührəverdinin doğumu. Bu mövzu ilə başlayıram. Sührəverdi 12-ci əsrdə 1154-cü ildə İranın Sührəverd adlı şəhərində dünyaya göz açıb. Bu dövr İslam dünyasında həm elm, həm fəlsəfə, həm də sufi irfanı yüksəldiyi, amma bir o qədər də siyasi və dini gərginliyin yaşandığı bir dövr idi. Həmən dövrdə elm, fəlsəfə zirvədə idi, amma dini, sufi o gərginlik də var idi. Dini yolda bilirsiniz də İmam Bəddin Nəsim nəyə görə o elə özü də olsun Sührəverdin elə deyilmi? Diqqətlə buraları dinləyin, xahiş eləyirəm. Nəyə görə belə olub? Çünki dini gərginlik həmən zaman Səlcuqlular, Abbasilər, Səlib yürüşləri və bir çox məzhəbi çəkişmələr var idi. Artıq İslam məzhəblərə bölünmüşdü. Bir digərinin məzhəbini gözü götürmürdü, qəbul eləmirdi. Bütün bunların fonunda da sükutun içində bir fəlsəfə doğdu. Bir filosof həyata, dünya gözlərini açdı. Ona görə də Sührəverdi də məhz bu gərginliyin içində zahiri elm ilə batini hikməti birləşdirən bir yol axtardı. Uşaqlıq vaxtlarında Sührəverdi bilirsiniz də o çox az yaşayıb. Həqiqətən də çox 96 olmalı idi, səhv eləmirəmsə. O dönəmə kimi az yaşayıb, elə 40 il heç yaşayıb yaşamıyor. Amma bir çox əsərlər yazıb yaratmışdı. Bir çox yeniliklərə imza atmışdı Sührəverdi. Bir çox yeniliklər gətirmişdi. İndi sual yarana bilər ki, məsəl üçün bu fəlsəfənin banisi idi da, məsəl üçün. Necə oldu ki, yiyələndi, necə oldu ki, ilk təhsili, idraki oyanışı, məsələn, uşaqlıq illərindən çox böyük maraq salmışdı. İlk öncə bunu deyək, uşaqlıq illərindən o öyrənməyə, bilməyə, həqiqətə qavramağa maraq salmışdı ki, kamala çatmağın, əslində bunu da mən hər zaman deyirəm, gənə də deyim ki, hər zaman, hər daim insan öyrənməyə, bilməyə meyilli varıqdır, amma özünün bundan xəbəri yoxdur. Gərək bundan xəbəri ola, bunu bilə. Baxın, Sührəverdiyə Allah bu istedadı vermişdi ki, o uşaqlıq illərindən də kamala çatmaq üçün çalışırdı. Həqiqəti öyrənmək istəyirdi. Bura diqqət verin. Ona görə də uşaqlıq illərindən o elm, fəlsəfə, elm öyrənməyi, fəlsəfəyi dərindən öyrənmək üçün addımlar atırdı. Yəni, öyrənmək üçün əlindən gələni edirdi. Yəni, bunun üçün çalışırdı. Ona görə də Sührəverdi məhz bu gərginlik içərisində zahiri elm ilə batini hikməti birləşdirən bir yol axtarırdı, çalışırdı, görürdü ki, necə bu çəkişmələri aradan qaldırsın, necə bir yeniliklər gətirsin, nə edə bilər, nə iş görə bilər. Baxın, bunun üçün çalışırdı Sührəverdi. İlk təhsili və idraki oyanış, başlığımız budur. Onun ilk təhsili və idraki, ümumiyyətcə Sührəverdi ilk təhsilini İranın Zəncan və Mərağa şəhərlərində aldı. İlk təhsilini orada aldı. Və həmən dövrdə əqli elmlərdə İbn Sina və Fərabi məktəbi ilə tanış oldu. Qəlbi elmlərdə isə sufiliyin, təfəkkürün və intuisiya ilə idrakin əhəmiyyətini kəşf elədi. Bunu öyrəndi. Bilirsiniz ki, Fərabi də ikinci müəllim deyirlər ona. Aristoteldən sonra böyük olub, ondan sonra İbn Sina gəlir. Bu məktəb ilə tanış olmuşdu Sührəverdi. Bu məktəbi öyrənmişdi. İndi əziz izləyicilər, mən bu Sührəverdi mövzusunu 11 dərsə böldüm. 11 bölmə verilişə böldüm. Yəni 11 çıxışımız olacaq belə. Amma arada bir hər həftə olmayacaq, arada bir o biri mövzuları da yaddan çıxartmayaq da. Elə bir hər həftə bunu verməyəcəyik. Amma ki, əlimdən gələn qədər 11 qismə böldüm mən bunu. Əvvəlcədən hazırlamışdım. Belə 3-4 dənə mövzularımız. Və
Buna görə də inşallah ki, mən 11 mövzuda Sührəverdi haqqında bütün o türklər demişkən detaylı şəkildə, yəni açıq-aydın şəkildə biz danışacağıq inşallah. Bəli. Əqli elmləri təkrar edirəm, diqqətlə. Əqli elmləri kimdən öyrəndi? İbn Sina'dan öyrəndi və Fərabidən öyrəndi. Qəlbi elmləri də sufiliyin, təfəkkürün, intuisiya ilə idrakin əhəmiyyətini kəşf elədi. Sufiliyi də o dönəmlərdə öyrəndi, dərindən bildi. Bu onu başqa düşünürlərdən fərqləndirirdi, baxın bu cəhəti. İbn Sina düşüncəni təhlillə, Sührəverdi isə həm təhlil, həm də intuisiya və nurla izah etməyə çalışırdı. Nura çox önəm verirdi. Nura çox önəm verirdi Sührəverdi. Çox öyrənməyə çalışırdı. İbn Sina kim, o da böyük filosof idi. Dövrünün böyük şəxsiyyətlərindən idi doğrudan da. Yəni o elə bir böyüklüyə malik, yəni çox iti zəkalı, çox bilikli bir şəxsiyyət idi. Bu məqamda buyura bilərsiniz ki, bu onu başqa düşünürlərdən də fərqləndirirdi. Yəni İbn Sina düşüncəni təhlillə edirdi. Məsəl üçün İbn Sina'dan təkcə fəlsəfə yox, bilirsiniz, tibb elmlərində də öz sözünü demiş şəxsiyyət idi. Vaxtı ikən onun nə qədər məqalələri var idi, nə qədər onun məsəl üçün İbn Sina'dan söz düşübsə, qısa danışım, İbn Sina o qədər böyük şəxsiyyət idi ki, hətta o qalada əsir tutulduğu zamanda ona yazarlıq qabiliyyəti də mükəmməl idi. Hey İbn Yaqzan, eşidərsiniz, bu risaləsi adlanır. O risaləyi də o yazmışdır. Çox gözəl bir kitabdır. Adada bir o kamilliyə çatmağın yoluna. Belə fəlsəfik, allegrotik bir əsərdir. Həqiqətən də çox maraqlıdır. Mən hamınıza, izləyicilərimə də baxın qardaşlar, dinləyirsiniz. Sizə də mən inşallah ki, uyğun görürəm ki, o əsəri oxuyasınız, biləsiniz. Və Sührəverdi haqqında o doğrudan da Sührəverdi bir çox, məsəl üçün onun biz əsərlərində də və özündə də görmüş olarıqsa, doğrudan da böyük şəxsiyyət idi. Çox gözəl insan idi o. Və xeyli fərqli idi. Fikirləri doğrudan da xeyli fərqli idi. Həyatı haqqında danışmışıqsa, məsəl üçün, etnik mənşəyini danışırıqsa, o Sührəvərdə mənsubluğunu bildirir. Və onun fars, bir çox yerlərdə onun fars olduğu haqqında da bir çox məqalələr var da, bir çox sözlər var. Şəhabəddin Yahya Sührəvərdinin həyatı və yaradıcılığından söz açmış tarixçilər və tərcümeyi hal müəllifləri onun dünya görüşü və fəlsəfəsinə dair az çox məlumat vermiş, mütəfəkkirin ideyalarının şərq ölkələrində yayılmasında müəyyən dərəcədə fikir göstərir. Çünki o ayrı bir qolu idi, fəlsəfədə ayrı bir qolu idi. Desən, məşşagilik, bu İbn Sina'nın fərqli idi, bu işraqi yolunu gedirdi, nur fəlsəfəsi adlanır. İndi birazdan danışacağım, amma gələcək dərslərimizdə mən bu mövzu haqqında daha geniş, əhatəli şəkildə danışacağım. İmadəddin İsfahani, İbn Əl-Cuzi, Yaqut Əməvi, Zəkəriyyə Qəznəvi və s. kimi şəxsiyyətlər Şəhabəddin Yahya Sührəverdi haqqında verdikləri məlumat müxtəlif dövrlərdə və müxtəlif iqlimlərdə ona bəslənən münasibəti əks etdirirdi. Yəni o həqiqətən də doğrudan da İşraqilik Şeyx Əhməd İşraqilik təliminin bəzi ideologiya səmtində yönəltməklə özünə məxsus bir dünya görüşü yaratmışdı. Bəzən İslam dini ilə bir araya sığmaya müddəalar irəli sürmüşdü. Bir çox müddəalar irəli sürmüşdü. Ona görə də bu həqiqətən də onun həyatını biz öyrənməliyik. Doğrudan da onun həyatını biz öyrənməliyik. Çünki həqiqətən də fəlsəfə elmində və bir çox elmlərdə ümumiyyətcə fəlsəfəyə öz töhfəsini vermiş böyük şəxsiyyətlərdən idi. Doğrudan da çox böyük şəxsiyyətlərdən idi.
Ona görə də məsəl üçün görürsünüz də onun bütün əsərlərini və onun bütün fikirlərini şərqdə yayılması üçün tərcümeyi hal müəllifləri və alimlər əllərindən gələn qədər onu yaddan çıxartmaq istəyirdilər. Amma bu olmayacaq idi. Bu olmayacaq idi doğrudan da. Ona görə də onun haqqında biz bir çox rəvayətlərə də rastlaya bilərik. Bir çox rəvayətlər də var. Onlardan da mən istəyərdim danışam. Əgər sizə də maraqlıdırsa, mən istəyərdim bu məqalələr haqqında da danışım. Sührəverdi və işıq rəvayəti. Gəlin bir danışım. Deyirlər ki, gənc yaşlarında elmə bağlı olan Şihabəddin Sührəverdi bir gecə rəyazətə çəkilmişdi. Zamanın məşhur alimləri ilə mübahisəyə girsə də o yalnızlıqda ilahi hikməti tapmağa can atırdı. Görürsünüzmü? Kamala çatmağa çalışırdı. İnsanı ucaldan cəhət də bu da əziz izləyicilər. İndi üzrü say, mən də biraz içimdən gəlir, belə danışıram. Coşqulu, gülür, sizin də üzünüzə təbəssüm yaranır. Bilmirəm, elə başa düşürəm izləyicilərimizdə də elə olur. Əgər qısırdırsa məni bağışlayın da inşallah ki. Baxın, kamala çatmaq budur. İnsan özünü tapmalıdır, insan özünü tanımalıdır. Baxın, onda olur insanı böyük eləyən, insanı zirvələrə qaldıran bu xüsusiyyətdir. İnsan özünü tapmalıdır, insan öz daxili aləmini bilməlidir və ona görə özünə bir hədəf təyin etməlidir. Bir gecə Sührəverdi keçirəm, bir gecə Sührəverdi mağarada riyazət edərkən gözlərini yumub dua etdi. Ey həqiqi nur, səni axtarıram, məni özünlə doldur. Görürsünüzmü duayı? Birdən mağaranın içi parlaq işıqla doldu. Amma bu işıq nə günəşin rəvayətdir da, gəlib mən də oxuyuram, burada kitabçamda yazmışam. Birdə araşdırmalarım sonucu. Birdə mağaranın içi parlaq işıqla doldu. Vay də. Amma bu işıq nə günəşə, nə şama bənzəyirdi. O işıq daxili bir nur idi, daxili. Elm, hikmət və sevginin işığı. Elm öyrənməlidir insan, hikmətə çatmalıdır. Bu da yalnızca, baxın, bu da yalnızca oxumaqla olmur. İstəməlisən. Duanda sən bunu istəməlisən ki, ey Rəbbim, Sührəverdinin duası kimi, ey həqiqi nur, səni axtarıram, məni özünlə doldur. Dua ilə etməliyik bunu. Sührəverdi özünün işıq fəlsəfəsini məhz bu haldan sonra inkişaf etdirdi və dedi, bu sözü dedi, həqiqi nur hər şeyin başlanğıcı və sonudur. Kim onu tanısa özünü tanıyar. Nur deyəndə indi başa düşmür, işıq, belə ay, göydən işıq gəldi, gecə qaranlıq vaxtı birdən belə günəş açdı da, bu yox. Hikmətin işığı, elmin işığı, kamalın işığı, daxili elmə, bilmə, Allaha, Peyğəmbərə və hikmətə olan o sevginin nurudur. O içdən gələn o daxili nurun və daxili sevginin, ürək yanğısının nurudur. Budur işıq fəlsəfəsi. Rəvayət olunur ki, Sührəverdinin dərindən dərk etdiyi hikmət və danışdığı sirli sözlər dövrün bəzi alimləri və siyasətçilərini bayaq dedim, gərgin dövrü idi həmən dövr. Siyasi cəhətdən və dini cəhətdən, yəni məhzəblərə bölünmüşdü. Hələb şəhərində Əs-Saleh Əyyubi onu zındıq adlandıraraq edam etdirdi. Çünki onların məqsədi var dövlət idi də, həqiqi kamal deyildi. Lakin dərvişlər arasında belə söz deyilir. O ölmədi, nur oldu, işıq oldu, qəlblərdə yaşamağa davam etdi. Vallahi mən danışıram, pis oluram. Belə gör, nə gözəl söz deyil. Vallahi siz də gördüm pis oldunuz. Amma ki, nə bilim vallahi, bilmirəm. Gözəl söz deyil. O ölmədi, nur oldu, işıq oldu, qəlblərdə yaşamağa davam etdi və davam edəcək. Nurun işığı, yəni elmin, o elmi, hikməti, dini o qədər sevmiş bir şəxsiyyət idi ki, işıq o idi. Yoxsa əziz izləyicilər, əziz dostlarım, ekran qarşısında siz
Başa düşümünə o işıq, bunlar elə başa düşüb ona görə. O işıq birdən-birə belə ağappaq, ay gözlər belə bulanır, ay o yox. Daxili aləmin işığı, daxilin üzə verdiyi işıqdır. Elmə olan, fəlsəfəyə olan, hikmətə və kamala olan işığın göstəricisidir bu. Görürsünüzmü? Bunu dərk etməliyik. Bunu bilməliyik. Çox gözəl. Niyə işraq nur fəlsəfəsi? Başlığımız budur. Üçüncü başlığımız. Bunu da danışım, sonra siz də dincəlin biraz. Mən saz çalım, ha? Siz də orada bir dincəlin. Deyəsən, biraz çox bu dərsdə biraz şey elədik. İşraq nədir? İlk öncə bunu deyim. İşraq, yəni nurun doğuşu, ani idrak, ruhani aydınlanma deməkdir. Sühreverdi düşünürdü ki, insan sadəcə ağıl ilə deyil, ruhunun nuru ilə də həqiqəti görə bilər. Öz daxili aləmini müşahidə edərək həqiqətə, kamala çata bilər. Çünki insanı, mən həmişə deyirəm, aşkar istedadlar, qeyri-aşkar istedadlar, qeyri-aşkar istedadları tap. Bil. Ona görə, nəyə görə insan heç bir şey bil? Məsəl üçün, həmişə də biz hocalardan da dinləyirik. Hər heyvan görürsüz, öz peşəsini bilir. Yaradılışından nə iş görəcəyini bilir. Arı, görürsüz, vəzifəsi nədir? Bal daşımaq. O bal daşıyır, nə edir? Biz yeyirik. Onun daşıdığı baldan görürsünüz necə düzəldir? İnsan üçün də çox xeyirlidir. Daha nələr deyə bilərik? Məsəl üçün, arı haqqında mən danışdım. Bu haqda. Heyvanların da özlərinə görə nə qədər xeyirləri var. Nə qədər insanlara xeyirləri var. Görürsünüz necə o balaca, bir belə daha bab balaca. Görürsünüz? Qarışıq olsun, necə öz vəzifəsini bilir? Yemək daşıyır yerin altında. Necə olur? Bir fidanı əkirik, üstünə suyu tökürük, o sudan nə gəlir? Kök salır, böyük bir ağac olur. Bunların hamısı hikmətdir. Vallahi bunları başa düşməliyik, vallahi bunları öyrənməliyik, bilməliyik. Nə qədər biz bunları öyrənsək, bir o qədər xeyir olar. Bu düşüncə ona yeni bir fəlsəfi məktəb qurmağa imkan verdi. O İbn Sinanın məntiq və təhlil fəlsəfəsini aldı, amma onu həmən fəlsəfədə amma biraz dəyişdirdi. Bir çox dəyişikliklərə getdi. Həmən məntiq və təhlil fəlsəfəsini aldı, amma onu intuisiya, rəmzlər və metafizika ilə birləşdirdi. Metafizikada bilirsiniz, ilk dəfə Aristotellə inkişaf elədi. Aristotelin inkişafı ilə oldu. İşraq fəlsəfəsi belə oldu. İşraq fəlsəfəsi haqqında başqa rəvayətlər də var. İşraq fəlsəfəsi haqqında biz başqa deyə bilərik ki, məsəl üçün, bunları biz deyə bilərik ki, indi mən bir-iki bayaqda da danışdım, məsəl üçün, o gözəl oldu ki, biz Sühreverdinin necə belə daxili oyanışa keçdiyini və necə hikmət sahibi olduğu haqqında biz bir çox mövzumuza danışdıq. Amma ki, bizim dördüncü başlığımız əsərlərinin ruhu, hekayə ilə fəlsəfə olacaq. Amma uzatmayayım, saza da vaxt ayıraq. Amma bir dənə mən istəyirəm, bir dənə də hekayə danışım. Ola bilər, biraz uzun çəkər də bağışlayıb. Biz bir saat yarım sağ olsun, müəllim bizə vaxt verib, bir saat yarımı hamısını sığışdıracaq inşallah. Bir zamanlar, diqqətlə dinləyək. Bir zamanlar qədim şərqdə qaranlığa bürünmüş bir şəhər var idi. Rəvayətdir da. Yəni, tam deyə bilmərik, doğrudur. Bu şəhərdə insanlar yalnız zahiri elmə inanır, varlığın dərinliyinə varmadan həyat sürürdülər. Onlardan biri gənc bir tələbə bir gecə yuxuda yaşlı, nurani bir şəxs gördü. Vay! Allahu Ekber. O şəxs dedi, əgər həqiqəti axtarırsansa günəşi deyil, günəşin çıxdığı yeri tap. Çünki nur oradan doğar. Nur oradan doğur. Səhərsi gənc yola çıxdı. O dağlardan, çöllərdən keçdi, bir mağaraya gəlib çatdı. Baxdı, gördü ki, mağarada bir Arif oturub. Arif nədir? Belə savadlı bir şəxsdir da, dini elmdən də olsun, belə Arif adı üstündə böyük alim.
Arif ona baxdı, soruşur, nə axtarsan ay oğul? Yəni, bu mağarada sənin nə işin var? Gənc dedi, həqiqətən işığını axtarıram, ustad. Həmin Arif təbəssüm elədi və ona dedi ki, o zaman gözlərini bağla. Çünki xarici işıq səni aldadar. Həqiqi nur içindədir. İçinə bax, içinə bax. Yəni, yenə deyirəm, işıq o deyil, ay göz, nur deyəndə həqiqi işıq, ay bir belə günəş doğdu, ay gözümüz qamaşdı, o deyil. Gözünü yum, öz daxili aləmindəki işığa bax, qoyma nəfs səni aldatsın, bu deməkdir. O nura çatmaq üçün əvvəl nəfsinin qaranlığından keçməlisən, dediyimə gəldikmi? Gəldik. İndi mən də onun içində dəqiq görəmirik də onu, sözün açığı. Gərək biz nəfsin qaranlığından keçək. Gənc orada oturdu, günlərlə sükutda qaldı. Axır ki, bir gecə qaranlığın içində elə bir nur parladı ki, onun nə mənbəyi, nə də körüngəsi var idi. Bu, nurlənvar nurlar nuru idi. O an gənc anladı ki, həqiqət nə gözdədir, nə qulaqda, o qəlbdədir, bax burada. Qəlb şəkli qoyun, o buradadır. Həqiqəti yalnız nurla görmək olar. Amma bu nur heç bir gözlə görülməz. Bu ruhun özüdür, ruh daxili, bu çox böyük şeylərdir. Valla mən danışıram, məlumatımız olsun deyə. Valla biz çətin belə şeylərə çatarıq, vaxtımız qutarır. Nəyə görə danışdım? Bu rəvayət Söhrəverdinin işraq fəlsəfəsini simvolik dillə izah edir. Ona görə nur, yəni varlığın əsas mənbəyi mərhələlərindən qəlbə enər. Zəka ilə qazanılan elm azaddır, amma nurla gələn elm haqqın elmidir. Bəli. Yorulduz? Yorulduz? Yaxşı. Nə deyirəm? Keçək bir saz ifasına, dəyərli izləyicilərim, dəyərli dostlarım. Baxın, bu dərsləri danışıram, dəqiq dinləyin ki, dəqiq məlumat sahibi olasınız, yaxşımı? Ona görə bir gözəl saz ifamızdan sonra mən təkrardan sizinləyim, sağ olun.
Bəli, əziz və dəyərli izləyicilər, dəyərli öyrənənlər, qulaq asanlar və siz qardaşlarım, təşəkkür edirəm. Bu gözəl saz ifamızdan sonra mən sizlərə minnətdarlığımı bildirirəm. Harda qalmışdıq? Bayaqları mən daxili nur məsələsi haqqında sağ ol. Daxili nur məsələsi haqqında danışmışdım. İndi fikirləşdim, dedim, məsəl üçün, daxili nur nə deməkdir? Məsəl üçün, izləyicilərimiz arasında sual yarana bilər ki, daxili nur nəyə deyirsən? Bu, hamımıza, birincisi bunu deyim, hamımıza aydın oldu ki, bu nur deyəndə, işraqidə, yəni bu nur deyəndə, o belə ay gözə, adı üstə, nur nə olur? Ağappaq işıq, belə ay göz belə görmür, günəş işığı kimi, necə ki günəşə baxa bilmir sizə, onu kimi. Xeyr, bu nəzərdə tutulmur. Bunu başa düşdük mü, əziz izləyicilər? Bəli. İndi sual bilərsiniz ki, elə bu dostlarım da, sual verə bilərsiniz ki, bəs sən nəyi deyirsən? Daxili nur nəyə deyirsən? O ki, gözəl işıqdır, bu deyil. İndi gəlin, mən bir dənə digər başlığımıza keçmədən öncə bu haqda danışım, ondan sonra mən ona keçim. Daxili nur nədir? Daxili nur, insanın daxilindəki ilahi idrak, mənəvi göz, haqqı tanımaq və qəlbi aydınlıqda görmək gücüdür. Haqqı tanımaqdır. O nur. Peyğəmbəri tanımaqdır, imamları tanımaqdır. Baxın, nur ona deyilir, daxili nur. Onların sən görürsən, o içindəki xoşbəxtliyi, o kamalı, o hikməti hiss edirsənsə, bax, o nur, daxili nur biz ona deyirik. Bir daha da təkrar eləyirəm. Daxili nur, insan daxilindəki ilahi idrak, mənəvi göz, haqqı tanımaq və qəlbi aydınlıqla görmək gücünə deyilir. Sağ olun qardaş, mən də fikirləşirsiniz, hə? Çox sağ olun, minnətdaram. Ümumiyyətcə, bu nur gözlə görünmür. Təkrar qeyd edirəm. Amma bir insanın davranışlarında, sözlərində və halında təzahür edir. Bu nuru görə bilərik. İnsanın davranışlarında biz bunu müşahidə edə bilərik. Daxili nur kənardan gələn məlumatlarla deyil, batini təmizləmə, riyazət, zikr və mənəvi oyanış nəticəsində yaranır. Qəlbimizi paklamalıyıq, nəfsimizə qalib gəlməliyik. Bax, ondan sonra biz daxili nurun nə olduğunu dəqiq müşahidə edə biləcəyik. Bu da çox böyük bir şeydir. Allah bizə o dərəcəyə çatmaq nəsib eləsin. Bol-bol dua eləyək inşallah. Misal, bunu misalla deyim sizə, başa düşəsiniz deyə, əziz izləyicilər. Misal, iki nəfər eyni kitabı oxuyur. Misalı buradan verirəm. İki nəfər var, sən mənə. Eyni kitabı oxuyuruq. Biri mətnin üzərində qalır, digəri isə onun dərin mənasını qəlbində hiss edir. İkincisində də daxili nur. İkincisinin daxili nuru var. Biri mətnin üzərində qalır, digəri isə onun... Biri var, oxuyuruq, şeiri, elə bil ki, şeiri qısa oxuyuruq. Məsələn, elə bil oxuyuruq, əzbəriyirik. Bir də var ki, o şeiri biz kənardan gələn məlumatlarla deyil, məsəl üçün, o şeiri biz dərin mənasını, baxın burada, qəlbimizdə hiss edirik. O nə idi? Baxın, daxili nur, o idi. Bir şəxs gecələri zikr edir. Nəfsinə qalib gəlir, başqasının ağrısını özündə hiss edirsə, bu da daxili nurun əlaməti. Yəni, qəlbdə hiss etmək, o sevgi hissi də belə deyək, daxili. Başa düşdükmü? Təkrar eləməyimə ehtiyac var mı, nəyə daxili nur? Bəli. O zaman nə edirik? Keçirik növbəti başlığımıza. Yəni, buydu. Daxili nuru biz başa düşməməliyik ki, daxili şeyi oxumaq, başa düşmək, nə bilim, şey eləmək, biz bunu belə başa düşməməliyik, belə anlamamalıyıq. Başa düşürsünüzmü? Və elə çox da uzatmayım, sizi də yormayım, növbəti başlığımıza keçirəm. Növbəti başlığımız nə idi? Növbəti başlığımız ondan ibarət idi ki, əsərlərinin ruhu, hekayə ilə fəlsəfə, uzlaşma. Keçdik buna. Ümumiyyətcə, o təkcə quru fəlsəfə yazmadı.
ən məşhur əsərlərindən biri olan Əflatunun ruhaniyyəti və digər simvolik hekayələr quş, günəş, nur, kölgə kimi rəmzlərdən istifadə edərək ruhun Allahdan ayrılıb yenidən ona qovuşmasını təsvir edirdi. Biri getdilər, bir dənə baxardı zəhmət olmasa. Bu eyni zamanda sufi irfanının da fəlsəfəsi ilə qovuşması idi. Diqqətlə dinləyək. Yəni Əflatunun ruhaniyyəti necə? Elə? Burada yoxdur. Hə, yaxşı. O təkcə quru burada deyirlər. O təkcə quru fəlsəfə yazmadı. Ən məşhur əsərlərindən biri olan Əflatunun ruhaniyyəti və digər simvolik hekayələrdə quş, günəş, nur, kölgə kimi rəmzlərdən istifadə edərək ruhun Allahdan ayrılıb yenidən ona qovuşmasını təsvir etdi. Təsvir etdi. İnna lillahi və inna ileyhi raciun. Allah ondan gəl, şübhəsiz ondan gəldik, ona qayıdacaq. Başa düşürsünüzmü? Yəni bunu uzlaşdırırdı, əsərlərində hekayə ilə fəlsəfəsi uzlaşdırırdı və o bir çox elə bir ki, mən nə tərsizi başa salmaq üçün misallar verirdimi, bir çox rəmzlərdən istifadə edərək oxuyucularını başa salırdı. Başa düşürsünüzmü? Bu eyni zamanda sufi irfanının da fəlsəfə ilə qovuşması idi. Ələ gəlin uzatmayın. Bu haqda mən istəyirəm ki, indi deyəcəksiniz ki, adını siz deyin, çox sən mövzu uzatdın, nə bilim, çox danışdın bu rəvayətlərdən. Bunu mən həmişə yazıram, kitablardan araşdırıram, yazıram, bunun bizə xeyri olacaq, doğrudan da. Ona görə də istəyirəm ki, bir rəvayət yenə danışım, izləyicilərim də, siz də səmimi söhbət eləyirik, daha heç bir burada qırpbazad eləməyin. Nə deyirlər ona, kəsməz. İndi istəyirəm ki, bir rəvayət haqqında da danışım inşallah. Bu rəvayətdə gözəl rəvayətdir. İndi bu daxili nur haqqında olan bir rəvayətdir. Danışım da, keçək. Rəvayət odur ki, bir zamanlar uzaq bir diyarda haqq yolunu axtaran gənc bir dərviş vardı. Haqq yolunu axtarır da, dərviş var imiş. O illərlə şəhərləri dolaşdı, alimlərdən elm aldı, kitablar oxudu. Lakin qəlbi hələ də boş, içi hələ də qaranlıq idi. Baxın, mən bəlkə bilmirəm, çox eləyirəm, üzrü sayında. Bir problem yoxdur inşallah sizin üçün. İzləyicilərim də üzrü saysın. Bu özümüzdən asılı olmur. O başqalarının şal bağlamasına baxar və deyər, deməli, indi bir çox bizim bu haqda mövzumuz olacaq, danışacaq. Bu rəvayəti qısa kəsirəm. İndi danışdım, buradakı məsəl üçün rəvayətdə bu rəvayət həm sufiliyi, həm də Sührəverdinin fəlsəfi xəttinin əsas olan özünü tanı, Rəbbini tanı prinsipini izah edir. Və biz bu çıxarışdan da başa düşə bilərik ki, gör necə böyük alimlərimiz var, gör necə böyük şəxslərimiz var bizim. Yəni, bunu biz bilməliyik. Və mən bu yerdə istəyirəm bir dənə yenə rəvayət haqqında sizə danışım. Bir rəvayət gənə istəyirəm ki, danışam. Daxili nurun səsi. Bu daxili nur çətin məsələdir. Çox çətin çatılan bir şeydir. Və həqiqətən də Allah bizi bu kamala çatmış şəxslərdən eləsin. Ona görə istəyirəm danışım mı? İstəyirəm ki, bu rəvayəti danışım, amma izləyicilərim də, siz də xahiş edirəm ki, dostlarım da diqqətlə dinləyəsiniz. Başlıq kimi qeyd eləməyin, bunu rəvayətdir. Daxili nurun səsidir. Çox qədim zamanlarda böyük bir padşah vardı.
O əmr verdi ki, ölkədə ən müdrik, ən kamil şəxsi tapsınlar və ona ilahi həqiqətin yerini göstərməsini istəsinlər. Nə idi? Ən müdrik, ən kamil adamdan həqiqəti öyrənmək istəyirdi bu şəxs. Vəzir, alimlər, zahidlər gəldi, hər biri bir söz dedi. Həqiqət səmadadır, biri belə dedi, həqiqət Kəbədədir, həqiqət torpaqdadır, nə bilim, mündərəsi bir söz dedi. Padşah razı qalmadı, padşahı qane eləmədi bu söz. Axırda indi biri gəldi, biri getdi, biri gəldi, biri getdi. Axırda bir qoca dərviş gəldi. Sakit və sakit bir tərzdə dedi ki, həqiqət nə göydədir, nə yerdə, o insanın öz içində, qəlbindəki nurdadır. Vallahi, nə gözəl sözdür. Adam, nə bilim, bunları diqqətlə dinləyin, diqqətlə bilməliyik. Nə dedi, bir də təkrar edirəm. Həqiqət nə göydədir, nə də yerdə. O insanın öz içində, qəlbindəki nurdadır. Bu söz təsir elədi, sizə mənə kim təsir elədi. Padşah gülümsəyib soruşdu, bəs bu nuru necə tapım? Dərviş bir kiçik şam çıxartdı. Bir dənə şam olur, yandırırıq. Bu şamı sənin sarayının ən qaranlıq otağına apar. Şam nə üçün yandırırıq? İşıqlar gedir, aydınlıq üçün. Orada tək qal, sus və gözlə. Sən öz içindəki qaranlığı görəndə işıq doğacaq. İnandı padşah, bu sözü tutdu onu. Padşah dediyi kimi də elədi. Günlərlə sükutda qaldı, nə taxt yadına düşdü, nə dünya. Qəlbində bir səs doğdu. Riyazətə çəkildi. Bu deyir ki, nur deyirsən, daxili nur, nə edirsən? Nur gözümə işıq, gəlmir gözümə işıq. O nur nə edirlər? Işıq, günəş. O deyil, daxili ürək, bax buradakı işıq. Bu nətər görüm deyir. Təklikdə qal və öz daxili aləminə müraciət elə. Padşah onu dediyi kimi də elədi. Günlərlə sükutda qaldı, nə taxt yadına düşdü, nə dünya. Qəlbində bir səs doğdu. Bu səs ona dedi ki, sən özünü çox axtardın, lakin məni unutmusan. Mən sənin içində idim, sən isə məni çöldə gəzirdin. O an padşah ağladı. Və qaranlığın içində bir nur doğdu. Bunlar rəvayətdə danışırıq misal üçün. Gözləri yox, qəlbi görməyə başladı. Həqiqətin səsini eşitdi. Bu daxili nurun səsi idi. Görürsünüzmü? Bu daxili nurun səsi idi. O gün o taxtından imtina etdi. Xalqın arasında bir xidmətçi kimi yaşadı. İşə baxın, xalqın içində bir xidmətçi kimi yaşadı. Çünki indi o öz içindəki nuru tapmışdı. O öz içindəki nuru tanımışdı. Nuru tanımaq lazımdır. Görürsünüz? Nə bilim, çox dərin mənalı sözlərdir bunlar. Həqiqətən insan düşündükcə biraz fərqli fikirlərdir. Və hər zaman bu, indi deyə bilərsiniz ki, bunun hamıda var. İndi nəyə görə qısadır? Rəvayətin mənası nə idi? Simvolik də. Buradakı padşah insanın nəfsi dünyaya bağlı ruhuydu. Şam daxili nurun simvolu ilahi zəka idi. Qaranlıq otaq nəfsin və qəlbin iç aləmi idi. Səs isə ilahi həqiqətin daxilindəki çağırışı idi. Bu rəvayət sufiliyin əsas prinsiplərdən birini çatdırır. Kainatı gəzsən də əgər özünü tapmasan, heç nə tapmayacaqsan. Amma özünü tanısan, Rəbbin də səni tanıyar. Buna diqqət eləyə bilərik. Nuru necə tapa bilərik? Gəlin bunu da danışım. Nuru necə tapa bilərik? O daxilimizdəki nuru. Nuru tapmağın əsas biz 5 növünü deyə bilərəm bugün sizə. 1. Riyazət. Sükut və tənha qalmaq. 2. Zikir və təfəkkür. 3.
nəfsin tərbiyəsi, 4. Səmimi dua və təslimiyyət, 5. Xidmət və təvazü olacaq. Qısa-qısa dəyinirəm, narahat olmayın. 1. Nə idi? Sükut və tənha qalmaq, çox danışan az eşidər. Az danışan çox eşidər. Daxili nur səs-küydə doğulmaz. Sufi və ariflər, yəni bu daxili nuru tapmağa çalışan insanlar, yəni tez-tez sükuta çəkilərdi. Tək qalanda qəlbin səsi daha aydın eşidilər. Misal, bir gün Mövlana soruşur, qəlbinə bax, gündə neçə dəfə səssizliklə görüşürsən. Budur. 2. Zikr və təfəkkür. Zikr Allahı anmaqdır, amma təkcə dildə deyil, qəlbdə. La ilahə illallah deyə təkcə bir söz yox, batindəki bütün bütləri yıxmaq məqsədi daşıyır. Təfəkkür isə Quranın bizə dəvət etdiyi ən böyük ibadətlərdən biridir. Məsəl üçün, İbn Arabi nə deyirdi? Sən özündə onu zikr edəndə, o da sənin içində özünü göstərər. Nəfsin tərbiyəsi mücadilə, nəfs nurun önündəki pərdədir. Qəzəbdən keç. Kin saxlamadan yaşa, tamahı azalt. Bunlar asan deyil. Sözün açı, bunlar asan deyil. Kin saxlamadan yaşa, tamahı azalt. Yəni bunlar asan deyil, amma bu yolda nurun üstündəki tozlar silinər. Misal, bir sufidir, deyir ki, qəlb bir aynadır. Nəfsin buğusu onu bürüyər. Təmizləsən, nur görünər. 4. Səmimi dua və təslimiyyət. Duayı demişdim də, bayaqda. Nur sənin istədiyin zaman yox, tam təslim olduğun zaman gəlir. Dua sadəcə dilə deyil, halına çevriləndə cavab tapar. Təslim olmaq nəticəyə yox, yolun özünə bağlıdır. Yolun özünə bağlıdır. Sonuncusu, 5. Xidmət və təvazü. Başqalarına sevgi ilə xidmət edən haqqa da xidmət etmiş olar. Qəlbi yumşaldan ən gözəl yol başqasının dərdinə yoldaş olmaqdır. Sührəverdi nə deyir? Başlığımıza uyğun olaraq. Nur yalnız bilənin deyil, sevənin və verənin qismətidir. Nəticəmiz odur ki, nuru tapmaq özünü tanımaqdır. Qaranlığa baxmaqdan qorxma, çünki nur elə oradadır, orada axtarıb tapacaqsan. Sonda Nəsiminin bir misal da bu sualın cavabıdır. Sənə sən lazım, səni səndə tanı. Sənə sən lazımsan, sən özündə sanı. İnanıram ki, bir şey başa düşə bilirik bunlarda, bu dərslərimizdə. Ona görə 5. Növbəti başlığımız fikir azadlığı və şəhidliyi. Sührəverdi gənc yaşda, təxminən 36 yaşda Əlapod da Hələb hakiminin dəstəyi ilə əsərlərini yayırdı. O vaxt əsər yazmaq, o əsərləri katiblər və yaxud da bir çox şəxslər köməyi ilə yaymaq çox çətin olurdu. Yayırdı. Amma onun nur fəlsəfəsi və sufiliyi bəzi rəsmi din alimlərinin xoşuna gəlmədi. Və oxuyur axı. O şəxslər oxuyur. Xoşlarına gəlmir. Nəticədə ona zındıq damğası vuruldu və o fəlsəfi görüşlərinə görə o vaxtda edam elədi. Amma onun tələbələrinin də, onun dostlarının da, onun öz yaxınlarının da bir sözü var. Amma o ölmədi. Nur fəlsəfəsi İslam düşüncəsinin içində yaşamağa davam etdi. Buydu. 6. başlığımız söhbətin dərinliyi üçün aralıq sitatları. Söhbətin dərinliyi üçün aralıq sitatları da nə idi? Bundan ibarət idi ki, nur gerçək varlıqdır. Qaranlıq sadəcə nurun yoxluğudur. Sührəverdi deyir ki, həqiqət məntiqin içində gizli deyil, ruha doğan nura möhtacdır. Elm yolçusu gözlə yox, nurla görər. Və burada işığın çağrısını da danışım mən. Yavaş-yavaş axıra çatıram mən. Diqqətlə dinləyin, xahiş edirəm. Gəlin bugün biraz fərqli baxaq dünyaya. Gözlərlə yox, qəlblə. Rəqəmlərlə yox, nurla.
Biz bugün bir alimdən danışmayacağıq yalnız. Bir nur yolçusunun izinə düşəcəyik. Bu yolçuyu da dedik Sührəverdidir. Sührəverdidir. Sührəverdinin zamanı böyük dəyişikliklər dövrü, bir o dövrə də biz gedək baxaq. Sührəverdi ümumiyyətcə 12-ci əsrdə yaşayırdı. Və bunu da deyə bilər ki, bu əsr həm İslam, həm də ümumilikdə insan tarixi üçün dəyişimin və daxili böhranların olduğu dövr idi. Bilirsiniz, İslamda məsələblərə bölünmüşdü ona görə. Səlib yürüşləri güc zəbt etmişdi. Səlib yürüşləri gücsüz zəbt etmişdi. Müsəlmanlar parçalanmışdı. Elm inkişaf edirdi, amma əxlaqi və mənəvi boşluq yürüyürdü. Zahiri biliklərlə doldu, amma batini təfəkkürdən məhrum alimlər ortaya çıxdı. Sührəverdi belə bir zamanədə ortaya çıxıb nə dedi? Dedi ki, insan sadəcə məntiq, təhlil və qavrayışla deyil, nurla, Allahdan gələn ilhamla həqiqətə çata bilər. Yəni, boş-boş oturmaqla heç bir şeyə çata bilmərik. Öz-özümüzə sual verməliyik. Gənclik illəri. Növbəti başlığımız buydu. Bunu da mən deyirəm. Gənclik deməli, gənclik illəri haqqında biz danışaq. Sührəverdinin. Sührəverdi gənclik illərindən etibarən əqli və dini elmlərdə dərinləşdi. Mən söhbətimizin ilk başlarında da bu haqda dedim. Onun müəllimləri onu İbn Sinanın izləri ilə yönləndirsə də, o daha sonra bu elmlərlə qane olmadı. O, yəni sırf buna qane olmadı. O İbn Sina fəlsəfəsini oxudu, amma yetərli deyil dedi. Görürsünüz, necə böyük adamdır. O sufilərlə görüşdü, amma hər sufi ilə razılaşmadı. O öz nuru yolunu kəşf etdi, İşraq fəlsəfəsini kəşf etdi. Bu dövrdə o ruhani axtarışlar edir, tək qalır, səssizliyə çəkilirdi. Tək qalmaq onun üçün boşluq yox, nurla dolmaq üçün böyük bir şərait idi. Sona çatırıq, narahat olmayın. Qısa izahlarla növbəti başlığımız isə İşraq fəlsəfəsinin əsas prinsipləridir. 1. Nur hər şeyin əsasıdır. Var olan hər şey nurdan doğur, amma fərqli dəlillərlə. 2. İdrak, yalnız ağıllı olmaz. Sührəverdiyə görə həqiqət ani içsəl aydınlanmalarla olur. 3 isə rəmz və simvollarla izah. Bayaq mən misalla verdim, onun kimi qoyuş, zindan, nur, qaranlıq kimi bir çox izahlar verirdi. Və son başlığımız isə siyasi mübarizə və şəhidlik. Sührəverdi Hələb şəhərində Nurəddin Zənginin sarayında fəal idi. Onun dərin düşüncələri xalq və bəzi gənc alimlər tərəfindən sevilirdi. Amma rəsmi məhzəb alimlər tərəfindən təhlükə kimi görürdülər. Ona qarşı fitnə quruldu. Onun haqqında zındıqdır, dinə qarşıdır kimi ittihamlarla Səlcuqlu sultanına müraciət edildi və nəticədə nə oldu? Sührəverdi şəhid edildi təxminən 36 yaşında. Amma onun işığı sönmədi. Əksinə daha da yayıldı. Çox uzatmıram. İndi isə inşallah ki, saz ifamıza mən keçirəm. Bir gözəl saz ifamızdan sonra artıq söhbətimizi də sonuna gələm. Çox da uzatmaq istəmirəm. Sağ olsun dostlarımız əziyyət çəkirlər. Siz də dinləyirsiniz. Bir saz ifamızdan sonra təkrardan sonluqla sizin qarşınızdayıq.
Bəli, əziz və çox dəyərli izləyicilər, bizi dinləyənlər, ümid edirəm ki, bu həftəki söhbətimiz həftədə bir dəfə olur da. Bu həftəki söhbətimiz sizlər üçün gözəl oldu. İnanıram ki, yaxşı başa düşdünüz, qeyd eləyin, öyrənin. Artıq sona gəldik söhbətimizin, dərsimizin. Biz axırındayıq və axıra yoxun mən bildirmək istəyirəm ki, niyə ustadları, məsəl üçün sührəverdi mövzusu. Sual verə bilərsiniz də, yəni bu çox normaldır. Niyə ustadların həyatını bilməliyik? Sual budur. Qısa şəkildə cavab vermiş olarıqsa, çünki onların həyatı bizim üçün yalnız bir tarix deyil, bir yol xəritəsidir. Onların həyatı. Və bunu biz 5 yerə bölürük. Bunu 5 cəhətə bölürük. Qısa-qısa mən bunlara da deyinim. Niyə ustadların həyatını biz bilməliyik? Həyatını öyrənməliyik. Onların həyatı, birinci xüsusiyyət budur ki, onların həyatı bir məktəbdir. Ustadlar yalnız fikir adamı deyil, yaşayan həqiqətdirlər. Onların həyat hekayəsi bizi ruhən böyüdür. Əxlaqda, səbir və təfəkkürdə bizə nümunə olur. İmam Qəzali zahiri elmdə çox yüksəlmişdi, amma bir gün əli ayağı titrəyərək bütün vəzifələrdən imtina etdi və dedi, elmin var idi, amma qəlbim boş idi. Bu dönüş onun daxili nur axtarışının başlanğıcı oldu. 2. Ustadların keçdiyi o həyat, keşməkeşli həyat var. Bunda qeyd edeyim, Mehmet hocam mənə keçən dəfə baxıb deyir ki, gözəl danışıbsa, sağ olsun hocamız. Çox dəyərli mənim ustadım, Allah onu başımızdan əksik etməsin. O da yaşayan bir ustadlarımızdandır bizim, böyük. Ondan nə öyrənsə yazdı. Bilirsiniz nə deyir? Ustadı ustad eləyən yalnız oxuduğu kitablar deyil, həyatdır. Keçdiyi həyat yoludur. Həyat təcrübəsidir. Başından gəlib keçən pis və yaxşı nə olarsa olsun, odur. Ona görə mən verilişimizin axırında da bunu demək istəyirəm. Baxın, onlar da bizim kimi əziyyət çəkiblər, haqsızlığa uğrayıblar, amma yıxılmayıblar. Biz onların həyatını oxuyanda başa düşürük ki, haqq yolçusu olmaq asan deyil, amma mümkündür. Üçüncüsü isə onların həyatını bilməsək yolumuzu itirə bilərik. Ustadlar öz həyatları ilə haqq yolu necə yaşanmalıdır sualına cavab veriblər. Onlar yol göstərən mayak kimidirlər. Bizim təməlimizi qururlar. Əgər biz bu mayakı görmürüksə, qaranlıqda özümüzü itirə bilərik. Ona görə bilməliyik. Dördüncüsü, onların həyatına baxaraq özümüzü tanıyırıq. Ustadların yaşadığı daxili savaş bizim də içimizdədir. Onların həyatı sanki bir güzgüdür. Orada öz daxili sınaqlarımızı, zəifliklərimizi və ümidlərimizi biz görə bilərik. Onlar bilik deyil, hal sahibi idilər. Ustadların ən böyük dəyəri onların yaşadıkları ilə danışıqları arasında uyum olmasıdır. Baxın, uyum olmasıdır. Onların sözləri təsirli idi. Çünki o sözlər qəlbdən gəlirdi. Qəlbdən gəlirdi. Nəticəyə gəldik. Qutarram. Nəticə ilə də biz bugünkü bu həftəki dərsimizi qutarırıq. Və ona görə də hər zaman biz bilməliyik ki, bugünkü texnologiyanın, informasiyanın içində boğulan insanlıq üçün sührəverdi nə deyir? Sükuta dön, qəlbinə bax, içindəki nuru oyat. Başa düşünüz, bunu bilməliyik. Ustadların həyatını bilmək yalnız öyrənmək deyil, yaşamaq üçündür. Onlar yol göstərən, qəlb açan, göz oyadan ruhlardır. Onları tanımaq, özümüzü tanımaq yolunun mühüm bir hissəsidir. Sonluğu da belə verirəm ki, sührəverdi bizə göstərdi ki, düşünmək, oxumaq və ruhla görmək ayrı şeylərdir. Təkrar edirəm. Nəymiş? Sührəverdi bizə göstərdi ki, düşünmək, oxumaq və ruhla görmək
ayrı şeylərdir. Bunları dərindən bilək və öyrənək. Gələcək dərslərimizdə görüşənə qədər sağ olun.